Bəli, Avropa ölkələri Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılaşma əldə olunmadığı təqdirdə 2026-cı ilin əvvəlində Ukraynanı maliyyəsiz qoymamaq üçün təcili B planı üzərində işləyirlər. Bu barədə Avropa rəsmiləri və diplomatlarına isnadən məlumat yayılıb. Məlumata görə Avropada Birləşmiş Ştatların münaqişənin həlli ilə bağlı planının dondurulmuş Rusiya aktivlərindən istifadə ideyasına dəstəyi gücləndiriləcəyi düşünülür. Gözlənilir ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen yaxın günlərdə reparasiya krediti ilə bağlı sənəd layihəsinin hazırlanmasını tapşıracaq. Qeyd edeyim ki, Belçika və Avropa Komissiyası arasında danışıqlar xüsusilə intensivləşib və dondurulmuş Rusiya aktivlərinin əsas hissəsi Belçikanın Euroclear depozitarında saxlanılır. Lakin Belçika hakimiyyəti vəsaitlərin müsadirəsi ideyasını dəstəkləmir. Bu səbəbdən Avropa İttifaqında reparasiya krediti üzrə razılaşma 18 dekabr samitinədək əldə olunmasa Ukraynaya necə yardım göstərilə biləcəyi aktiv şəkildə müzakirə olunur. Variantlardan biri deməli birlik borcu hesabına maliyyələşdiriləcək müvəqqəti kreditdir. Bu 2026-cı ilin ilk aylarında Ukraynaya dəstək verməyə imkan yaradacaq və əsas qərarın müzakirəsi üçün əlavə vaxt təmin edəcək. Qeyd edeyim ki, bu variant artıq müəyyən dəstək qazanıb, lakin onun həyata keçirilməsi üçün bütün 27 Avropa İttifaqı ölkəsinin yekdilliyi tələb olunduğundan bu əsas maneə olaraq hələlik qalır. Bir çox Avropa İttifaqı ölkələri reparasiya kreditini uzun müddətli perspektivdə Ukraynanın maliyyələşdirilməsi üçün yeganə real variant kimi görürlər. Çünki Kiyevə birbaşa qrant ayrılması milli büdcələr üçün əlavə yük hesab olunur. Buna görə də Belçikanın mövqeyi burada həll edici sayılır. Qeyd edeyim ki, Rusiya isə Ukraynaya göstərilən hər cür hərbi və maliyyə yardımını pisləyir və dondurulmuş aktivlərdən və ya onların faiz gəlirlərindən istifadəni qanunsuz hesab eləyir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.